düşüncəli insansızsa, qorxmayacaqsınız. Yeni bir şey öyrənməkdən qorxmayacaqsınız. Bax, həqiqətən də əslində bəzi insanlar var, görürsünüzmü müəllimlər? O qədər tənbəldir ki, deyir imtahana yaxın hazırlaşaram, kimdir indi hazırlaşmaq, əslində onsuz da bacara bilməyəcəm, onsuz da yığa bilməyəcəm. Bax, bunlar hamısı negativ düşüncəli insanlardır. Amma elə müəllimlər də var ki, inanın ki, 3 ildə hazırlaşıb, deyir, mən 55 birisi toplamalıyam. Məsələn, 3 ildir bizimlə hazırlaşan müəllimlər var idi ki, diaqnostikada 58, 55, 56 toplamışdı. Amma adam bilir, çox yaxşı bilir, amma yenə hazırlaşır. Çünki niyə? Açıq düşüncəlidir, risk almağı sevir və daha çox inkişaf etməyi sevir. Bax, buna görə. Sonra bilirsiniz əsas nədir? Mən bacara bilərəm deyir. Bax, açıq düşüncəli insanlar deyir ki, mən edə bilərəm, mən bacara bilərəm, mən risk almağı sevirlər. Ona görə yazın ki, açıq düşüncəli insanlar risk almağı sevirlər.